Doğmadır torpağı, daşı, Türk övladı, vətəndaşı, ömrü günü, can yoldaşı, biri alov, biri ocaq, Azərbaycandır Qarabağ. Bugün xəyal pərdəsi açılır və məni Qarabağa doğru aparır. Gözlərimi yumuram və sanki bir zaman maşınına minirəm. Mənim səyahətim təkcə bir məkanın coğrafi sərhədlərinə deyil, həm də tarixin, mədəniyyətin və təbiətin dərindən duyulmasına aparan unudulmaz bir macəradır. Qarabağa səyahət mənim üçün hər daşında, hər ağacında və hər nəfəsində hekayələr gizlənən sirli bir dünyaya daxil olmaq deməkdir. Səyahətim Şuşadan başlayır, Qarabağın əfsanəvi mədəniyyət mərkəzindən. İlk baxışda Şuşa məni öz qədimliyi və zənginliyi ilə valeh edir. Buradakı küçələrdə gəzərkən sanki hər addımda dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi notlarını eşidirəm. Bu qədim şəhər yalnız bir məkan deyil, sanki canlı bir muzeydir. Qarabağın hər daşında tarixin nəfəsini hiss edirəm. Burada Azərbaycan xalqının əsrlər boyu yaşadığı və yaratdığı mədəniyyətin izləri var. Şuşadan ayrılıb Kəlbəcərin yaşıl meşələrinə doğru irəliləyirəm. Burada təbiətin mənzərəsi heyrətamizdir. Kəlbəcərin dağ yamaclarında yayılan yaşıl meşələr, qarı əriməyən zirvələr və buz kimi sular qəlbimə sükunət gətirir. Daha sonra mən Laçına doğru hərəkət edirəm. Laçının ucsuz-bucaqsız çəmənlikləri, geniş düzənlikləri və bitib tükənməz dağ keçidləri mənim üçün əsl macəra yoludur. Laçında təbiət sərt və bir o qədər də gözəldir. Laçının kəndlərində insanların qonaqpərvərliyi və vətən sevgisi açıq şəkildə görünür. Qarabağ insanlarının qəlbindəki vətənpərvərlik və qonaqpərvərlik ənənələri burada özünü göstərir. Səyahətin boyu Qarabağın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, flora və faunası, mərasimləri haqqında maraqlı faktlar öyrənirəm. Qarabağ zaman-zaman Azərbaycan dövlətlərinin, xanlıqların və çarlıq imperiyaların tərkibində olmuş, lakin öz milli ruhunu heç vaxt itirməmişdir. Ən qədim insan yaşayış məskənlərindən olan Azıq mağarası bütün dünyaya Qarabağın qədim diyar olduğunu sübut etmişdir. Ən böyük dövlətlərin toqquşduğu coğrafi mərkəz olaraq Qarabağ daima strateji mövqe daşımışdır. 18-ci əsrdə Qarabağ xanlığı yaranmış, Pənahəli xanın tikdirdiyi Şuşa qalası isə buranın siyasi və mədəni mərkəzinə çevrilmişdir. Qarabağın hər döyüşü, hər zəfəri, hər bir Azərbaycanlının qəlbinə əbədi olaraq yazılmışdır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra bu qədim torpaqların Azərbaycanın nəzarəti altına keçməsi tarixi ədalətin bərpası idi. Qarabağ Azərbaycanın qəlbində yerləşən, öz coğrafi müxtəlifliyi seçilən bir bölgədir. Dağlıq Qarabağ dağ silsilələri və dərələrlə zəngindir. Bu yerlərin hər zirvəsi Azərbaycan torpaqlarının əzəmətini simvolizə edir. Bu bölgədə əkinçilik üçün əlverişli yaylalar, bol su ehtiyatları və meşələr kənd təsərrüfatı və maldarlığın inkişafına şərait yaratmışdır. Qarabağın adət-ənənələri Azərbaycan xalqının mədəni irsinin inciləri hesab edilir. Qarabağ toyları ölkəmizin ən qədim və zəngin toy mərasimləridir. Burada toylar tar, kamança və qaval sədaları ilə müşayiət olunur. Bu toylarda muğam oxunur, qədim oyunlar və rəqslər təqdim edilir. Qarabağ muğamı əsrlərdir ki, bu torpaqların ruhunu yaşadır və bu gün də milli musiqimizin incisi olaraq qalır. Həmçinin Qarabağda bayramlar da xüsusi təntərəqlə qeyd edilir. Xüsusilə də Novruz bayramı Qarabağda qışın gedişi və yazın gəlişi ilə bağlı olaraq ən qədim ritualların yaşadıldığı bir zamandır. Bu adətlər nəsildən nəsilə ötürülərək milli dəyərlərimizin qorunmasında əvəzsiz rol oynamışdır. Həmçinin Qarabağın zəngin mətbəxi də diqqətə layiqdir. Doyurucu Qarabağ dolması, ətirli kətələr, müxtəlif ədviyyatlarla hazırlanmış ləziz yeməklər. Bunlar nəsildən nəsilə ötürülərək qədim ənənələrin qorunmasında kömək olmuşdur. Qarabağ Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bura Azərbaycan musiqisinin beşiyi sayılır. Həmçinin Qarabağda incəsənətimizin və ədəbiyyatımızın böyük şəxsiyyətləri yetişmişdir. Dahi şairə Xurşudbanu Natəvan, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Bülbül və tarixən Qurban Pirimov məhz burada doğulmuşdur.
Şuşa şəhəri Azərbaycan mədəniyyətinin məbədi hesab olunurdu və bu gün də öz mədəniyyətini bərpa etdirməkdədir. Mədəniyyətimizin qəlbi olan Qarabağ, xüsusilə Şuşa, memarlıq abidələri ilə tanınır. Burada tikilən məscidlər, saraylar, xüsusilə Yuxarı Gövhərağa məscidi, Xan Qızı Natəvanın sarayı tariximizin canlı şahidləridir. Və nəhayət, Qarabağ xalçaları. Bu xalçalar əsrlərdir ki, Qarabağın hekayəsini naxış-naxış toxuyur. İndi isə bu xalçalar yenidən toxunur. Hər ilməsində Qarabağın bərpasının qüruru və Azərbaycan xalqının gücünü əks etdirir. Qarabağ xalçaları bərpa edilmiş evlərin döşəmələrini bəzəyir. Sanki tarixlə keçmiş arasında əlaqəni quran bir simvoldur. Qarabağın məşhuratları buranın böyük sərvətlərindən biri hesab olunur. Bu atlar öz dözümlülüyü, sürəti və zərifliyi ilə seçilirlər. Qarabağ atları min illərdir ki, buranın rəmzi hesab olunur. Bu atlar qədim zamanlarda döyüşlərdə, indi isə gündəlik həyatda Azərbaycan xalqının ən etibarlı yoldaşları sayılır. Bu atlar yalnız Azərbaycanın deyil, həm də dünyanın ən nadir və qədim at cizlərindən biri sayılır. Qarabağ atları xüsusilə beynəlxalq yarışlarda öz çıxışları ilə bütün maraqları öz üzərinə cəlb edir. Qarabağın təbiəti sözlərlə ifadə edilməyəcək qədər zəngindir. Burada yayılmış sıx meşələr Qarabağın flora aləminin bənzərsiz olduğunu göstərir. Burada palıd, şabalıd və fıstıq ağacları bölgənin ekosistemini zənginləşdirir. Qafqazın nadir bitkiləri, dərman otları Qarabağın yamaclarında öz yerini tapmışdır. Burada ceyranlar, canavarlar, ayılar, quşların müxtəlif növləri, eləcə də nadir heyvanlardan olan Qafqaz bəbirinə rast gəlmək mümkündür. Qarabağın təbii zənginliyi yalnız heyvanlarla məhdudlaşmır. Həmçinin bölgənin çaylarında və göllərində müxtəlif balıq növlərinə rast gəlmək mümkündür. Bu təbii gözəlliklər Qarabağın yalnız mədəni cəhətdən deyil, həm də ekoloji cəhətdən mühüm bir yer olduğunu göstərir. Kəndlər bərpa olunur, yeni evlər tikilir. İnsanlar öz dədə-baba yurdlarına qayıdırlar. Qocaların üzündəki təbəssüm, uşaqların sevinç dolu səsləri Qarabağın yeni səhifəsinin başlanğıcını göstərir. Buranın hər qarışı əllərimizin zəhməti ilə yenidən bərpa olunur. Bu bərpa işləri xalqın birliyini, yenilməzliyini və gücünü yenidən sübut etdi. Bərpa edilən hər ev, hər yol və hər məktəb Qarabağın gələcəyinə olan inamı daha da artırır. Qarabağın bərpası ilə yanaşı, onun mədəniyyəti də yenidən doğulur. Şuşada keçirilən muğam festivalları, qədim musiqimizin bu torpaqda yenidən səslənməsi bu torpağa yeni bir nəfəs gətirir. Səyahətimin sonunda dərk edirəm ki, Qarabağa səyahət yalnız turist ziyarəti deyil, həm də mənəviyyatımızın öyrənilməsinə aparan bir səyahətdir. Qarabağ insana öz kökləri ilə dərindən sarır və öz tarixinin, mədəniyyətinin öyrənilməsinə kömək edir. Qarabağ bizim keçmişimiz, gələcəyimiz və mənəviyyatımızdır. Qarabağa bu səyahət mənim üçün bitməz bir macəradır. Bu torpağın hər güşəsi yeni bir sirr açır. Hər dəfə burada olmaq insanın qəlbinə dərin izlər buraxır. Qarabağa səyahət yalnız bir dəfə gediləcək bir yol deyil, hər zaman qayıdılacaq bir yoldur. Hər zaman burada olarkən insan sevinç və qürur dolu hisslərlə dolur.